Salam kanalımıza ve yeni videomuza hoş geldiniz. İnşallah ki her biriniz çok yaxşısınız. Bugün 14 oktyabrda günlük vlog çəkirəm. Dünən İsmail xəstə idi, onun üçün bağçaya getmədi. Çöpü var idi. Qaynanam getdi, onun çöpünü çıxartdırdı, gətirdi. Gördüm ki, yenə gecələr öskürək kəsmir. Yenə dərman falan edirəm. Dedim bu gün də qalsın, görək sabah necə olur. İndi tezdən durmuşam, onu yumurta falan pişirdim, yedim. Qonaq otağında yığışdırdım. İsmail əl verdikcə. İsmailin oyuncaqları yenə ortalıqdadır. Amma pilsosladım, elədim. Belə yığışdırdım. İndi də İsmail üçün pankek hazırlayıram. Mətbəximi də biraz yığışdırdım. Burada qablar falan vardı. Yerinə yığdım. Bir dənə indi yuyulacaqlar çıxdı. Onları yuyacağım. Bir də İsmail'e belə pankek eləmişəm. İndi hazırlayacağım. Tavamı da qoymuşam qızmağa, qızsın. Pankeklerim de hazır xanımlar. Bu kadar az olduğuna baxmayın. Həm iki elədim. Həm də hər dəfə pişəndə İsmail gəldi ki, ver. Yedi. Onun üçün bitdi görə yeyirmi? Yeyir. Bu divan üstündə yeyir işte. Hələ yeməmişəm. Yine buraları yığışdıranda çəkərəm. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Deyəcək Bismillahirrahmanirrahim.
Hə? Yürürsən? Yürürsən? 15 oktyabr vlogundan hər birinizə salam xanımlar. Necəsiniz? İnşallah ki, hər biriniz çox yaxşısınız. Gördünüzlər, tezəndən durduq. İsmail bu gecə şükür öskürmədi. İsmail imkan verirsə videonu çəkəcəm. Gecə öskürmədi, amma səhər-səhər durdu. Çox pis öskürdü, bəlxəmdə öskürdü. Durdum ona bəhməz verdim, nə bilim, gül xətmi dəmləmişdik, onu verdim, aflubin attırdım. Nəzə dava dərman elədim. Amma indi biraz boğazını da yuduq hələ fratsilindən ki, keçsin. Amma yenə də eyni öskürür. Ona görə bugün də getmədi bağçaya. Dedim qalsın, tam sağalsın, sonra gedər. Gördüyünüz kimi paltarları atmışdım. Qaynanam da sağ olsun hamısını astı. Yenə var, amma hələ yenə də yuyur. İndi bu da qutarsın. Qabları da yudur, sağ olsun. Bir sivili atadı. Bir də bundan yuyacağım. Belə, başqa heç bir işimiz yoxdur. Bunlar üçün belə gül xətmi dəmləyirəm. Bu deyirlər, öskürəyə yaxşı təsir edir. Mən hiçbir şey yoxdur. Nə burma axma, nə qızdırması yoxdur. Ancaq öskürür. 2-3 gün quru öskürəkdə artıq bəlğəmli öskürəyə keçib. Onun üçün belə gül xətmi almışıq. Belə 2 qaşıq gül xətmini bir də su əlavə edəcək və bunu qaynadacağıq. Qaynayandan sonra söndürəcək, 30 dəqiqə dəm alacaq. Sonra gündə bu üzərində yazılıb da böyüklər 4-5 dəfə stəkan içə bilərlər, amma uşaqlar gündə 3-5 dəfə 2 xörək qaşığı, mən də 3-5 dəfə 2 xörək qaşığı verirəm, İsmailə içir. Yenə öz ampulasındadır. Bayrağı götür yerdən. Afərin sənə. Qoy götür. Götür, qoy yuxarı. Dağıdıb dökməklə məşğuldur. Belə xanımlar, İsmailin bu stolunu da yudum, qəşəng tərtəmiz elədim. İnanırsınız, çoxdan da yuyurdum. Həcə. Pisdir, heç nə olmaz. Pis deyil aşkım, oyuncaqdır. Hə, inanırsınız, bir də baxdım ki, ay nə gündəymiş İsmailin stolu. Tez bazar, tez yudum. Dedim, biraz azerit töktüm. Azeritdə qaldı, bütün çili falan hamısı getdi. Ay, belə. Bunu da yudum. Bunu hər dəfə yuyurdum. Ayca. Aldım. Hə, onu aldım. Bunu da yudum geçir. Hər dəfə bunu yuyurdum. Əslində stolun qabağını keçir. Amma arxasını zaten tam təmiz yumurduq da. Heç fikir verməmişəm ona, inanırsınız. Bir də baxam ki, hər yer yağ içində. İsmail əli yağlı hər yerə vurub. Onun üçün çıxartdım, geçir. Yudum, buranı da yudum. İndi keçirim ayaqlarını yerinə. İsmail tökdü, dağıtdı hamısını. İsmailin kamazını da yudum, geçik. Tərtəmiz elədim. O aparmışdı həyət, o gün həyətdə oynayırdı. Torpaq falan yığırdı içinə. İndi də orada oyun oynayır İsmail. Belə. Bu da hazır. Bir dənə buna üzlüyü alacağım. Bunun üzlüyü belə cırılıb artıq. Artıq neçə ildir istifadə edir də İsmail bunu. Ən çox da o başlığı, bir də bu ayaq olan yeridir. İndi görüm Temuda yaxşısı olsa. Var ya əslində Temuda bu bundan deyil də. Mən istəyirəm ki bundan olsun. Bu da ki sırf bundan yoxdur. Bu dəri fasonda onun üçün. İndi şey olsun. İnşallah Temudan bir dənəsini başqasını vuraram. Görək necə olar. Yaxşı olar inşallah. İsmailin stolu da hazır. Yeməyin ancaq stolda yeyir. Bu da İsmail'a bu oyuncaqdan almışam ki zəkası şey olsun. İsmail da ancaq yığır. Bundan heç oynamır. Ancaq oradan oraya yığır, oradan oraya boşaldır. Bunlar da mənim oyuncaqlarımdır. Hamısını alıb elimə. Ayca. Nə hardadır? Ozmonundan çıxır. Harda qova? Nə bilim aşkım, hardadır ki? Olmur. O olmur axı, deyib o olur. Onun oyuncağı budur. O deyil ki.
Bax, belə taxırıq. Gül düzelt baxım. Ana düzəltmiş diyordun Gül. Sən də elə düzelt. Ne? Yapmışsın. Nə oynayaq? Bunu yığa, Gül düzəldək. Gül düzəldək. Düzəltməyək. Nə oynayaq? Bax, sən istəyirsən ki, ana oynayaq. Nə oynayaq? Bura yığa. Bebe. Bunu sən kim aldı mənə? İsi. Ha? Bunu mənə qardaşım alıb. Qardaşım alıb bunları mənə. Ne? Bunları mənə qardaşım alıb. Ha. Qardaşım mənə alıb şokolad. Şokoladın içindən də oyuncaqlar çıxıb. Ha? Şokoladın tezlə. Qoy deyəm ki, Amir ağlım. Gelim Amirə baxım, gələm. Son olaraq da mətbəxi qaynanam yığışdırdı. Videoda bura kimi, məni bura qədər izlədiyiniz hər birinizə təşəkkür edirəm. Növbəti vlogda görüşənədək hələlik.